Salam əziz izləyicilərimiz, xoş gördük sizləri. Bugünkü mövzumuz maliyyə hesabatları olacaq. Mühasibatlıqda maliyyə hesabatları əsas tərkib hissəni əhatə edir. Maliyyə hesabatlarını hazırlamaq üçün öncə onun mahiyyətini anlamaq lazımdır. Maliyyə hesabatı nədir, onu niyə tərtib etməliyik və nə zaman hazırlanmalıdır, hazırlananda əsas faktorlar nələrdir? Öncədən bunu başa düşəcəyik ki, növbəti dərslərimizdə artıq praktiki şəkildə təqdim edək. Başlayırıq. Maliyyə hesabatları nələrdir? Maliyyə hesabatları mühasibat uçotu subyektinin maliyyə təsərrüfat fəaliyyəti, həmçinin də maliyyə vəziyyəti barədə sistemləşmiş məlumatları əks etdirir. Yəni birləşdirir, ümumi məcmusunu göstərir. Birləşdirilmiş maliyyə hesabatları isə əsasən cəmiyyətin, yəni şirkətin və onun törəmə cəmiyyətlərinin vahid bir mühasibat uçotu subyekti kimi təqdim etdiyi maliyyə hesabatlardır. Kommersiya təşkilatlarının, yəni özəl müəssisələrin illik maliyyə hesabatlarının və birləşdirilmiş, yəni konsolidə edilmiş maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi qaydalarına əsasən kommersiya təşkilatları üçün illik maliyyə hesabatları aşağıdakılardan ibarətdir. Kommersiya, yəni özəl müəssisələr üçün. İllik hesabatlar nələrdir? Maliyyə vəziyyəti haqqında hesabat. Maliyyə vəziyyətində əsas elementləri şirkətin aktiv, öhdəliklər və kapitalıdır. Maliyyə vəziyyəti şirkətin il ərzində və yaxud yarım illik baş verən hadisələrini ümumi şəkildə göstərir. Yəni balans hesabatı hazırlanır. Balans hesabatı iki cür olur. İlkin sınaq balansı və son balans hesabatı. İlkin sınaq balansı cari il, yəni bu ilki hesabatların cəmi şəkildə məlumatını verir. Ümumi xərclər, borclar, öhdəliklər, qazanc, mal, gəlir, ümumilikdə şirkətin vəziyyəti haqqında hesabatı göstərir. Son balans hesabatı isə keçən il, yəni keçən ilki qalıq, əvvələ qalıq deyilir, cari bu il və yekun son qalıqları göstəririk. Növbəti dərslərimizdə bu cədvəldə praktiki şəkildə təqdim edib sizə göstərəcəyik. İkinci isə mənfəət və zərər hesabatı olacaq. Mənfəət və zərər hesabatı maliyyə hesabatların nəticəsini özündə əks etdirir. Yəni maliyyə nəticəsi haqqında hesabatdır. Maliyyə nəticəsi haqqında olan hesabatda şirkətin qazancı, gəlir və xərcləri göstərilmiş olacaq. Buna da növbəti dərslərdə cədvəl formasında toxunacağıq. Üçüncü hesabat kapitalda dəyişikliklər haqqında hesabatdır. Biz bilirik ki, şirkətin ilk yarananda nizamnamə kapitalı açılır. Nizamnamə kapitalında şirkətin kapital dəyərləri illik qazanca, xeyrə görə arta bilər. Pul vəsaitləri hesabına, avadanlıqlar hesabına və yaxud da mal material hesabına. Həmin şirkətin il ərzində bu kapitallarında artma olarsa, artma prosesi nə zaman baş verib, həmin onlar əks olunmuş olacaq. Bunun da özünün praktiki cədvəli vardır. Dördüncü hesabat pul vəsaitlərinin hərəkəti haqqında hesabatdır. Biz şirkətimizin il ərzində kassa və bank hesabına giriş-çıxış, mədaxil, məxaric, köçürmə əməliyyatları, nə zaman şirkətin məbləğləri ödənişlər olub, hara ödənişlər olub, həmin onları əks etdirmiş olacağıq. Və sonuncu isə əhəmiyyətli uçot siyasətləri və yaxud da izah edici qeydlər. Əlavəniz olarsa şirkətin il ərzində həmin onları biz istifadə edərək sərbəst uçot hesabat növü olaraq sonuncu hesabatdan istifadə edə biləcəyik. Maliyyə hesabatları mühasibat uçotu subyektinin bütün bölmə, filialların, nümayəndələrin maliyyə təsərrüfat fəaliyyətini əhatə etməlidir. Yerləşməsindən asılı olmayaraq. Kommersiya təşkilatlarının maliyyə hesabatları üçün hesabat dövrü bəs nələrdir? Nə zaman biz onu hazırlayıb təqdim etməliyik? Əsas və vacib hissə. Gəlin tanış olaq. Kommersiya təşkilatlarının illik maliyyə hesabatları üçün hesabat dövrləri aşağıdakılar olaraq müəyyən edilir. İl ərzində oktyabr ayının 1-nə qədər yeni yaradılan mühasibat uçotunun subyektləri üçün birinci hesabat dövrüdür. Onların qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-i daxil olmaqla. Oktyabr ayının 1-dən sonra yeni yaradılmış mühasibat uçotunun subyektləri üçün isə birinci hesabat dövrü onların qanunvericilikdə müəyyən edilmiş qaydada
dövlət qeydiyyatına alındığı tarixdən, yəni növbəti ilin dekabr ayının 31-i daxil olmaqla verilməlidir. Digər mühasibat uçotunun subyektləri üçün isə hesabat dövrü yanvar ayının 1-dən dekabr ayının 31-i daxil olmaqla göndərilməlidir. Maliyyə hesabatları müəssisənin rəhbəri və baş mühasibi tərəfindən imzalanır. Mühasibat uçotu peşəkar mühasibat təşkilatı tərəfindən aparılırsa, yəni konsaltiklər tərəfindən, o zaman maliyyə hesabatı müəssisənin rəhbəri və ya peşəkar mühasib müəssisəsinin rəhbəri tərəfindən imzalanır. Bütün maliyyə hesabatları Azərbaycan dilində, Azərbaycan manatı ilə tərtib olunmalıdır. Əziz izləyicilərimiz, bugün biz maliyyə hesabatının mahiyyəti ilə tanış olduq. Maliyyə hesabatları nələrdir və niyə hazırlanmalıdır? Bugünlük bu qədər. Sonda videomuzu bəyənməyi və komment bölməsində şərhlərinizi yazmağı unutmayın. Sağ olun, hələlik.